Sənin həyatında ən böyük problem bu yanan sklat. Məşhur. Yanan sklat, onun videoları var yoxsa necə? Videolar yox, o vaxt deyirəm də çəkməyə deyir o. Təzə başladığımız illərə gəlmişik. Çox arzuluyurduq ki, bir gün bir stokumuz olsun, ki da malımız olsun da hər dəfə deyir o şeydə şirkətə mal gözdə falan bir 300 minlik təxminən stokumuz bu məs kombinat, ət kombinatı tərəfdə, Keşlə tərəfdə. Orada bir sklat tutmuşduq. Hə, bir də gördüm desin elə Rəşad zəng elədi. Yoxsa dedi biz çıxmışıq. Ambar deyirlər yanır. Belə rahat şəkildə elə ambar yanır. Yox, o rahat olmadı. Ki ambar yanır. Yox, Rəşad hər bir halda həmişə soyuqqanlılığını qoruyandı. Ki, belə